Və söz verdiyim kimi Li Auto L7 modelinin istehsalçı tərəfindən vəd edilən elektrikli gediş məsafəsini ölçürük. Yadınızdadırsa, eyni testi mən Link & Co 09 modeli ilə keçirtdim. İzləməmisinizsə, kanalımda ilk videoya keçib izləyə bilərsiniz. Eyni şəraitdə, demək olar ki, eyni yolda, eyni hava şəraiti, ola bilsin 1-2 dərəcə hava daha istidir o günkündən, Link & Co etdiyim gündən. Amma məncə bu böyük bir təsir göstərməyəcək. Eyni şəkildə avtomobildə istilik qoşulub, telefon şarja qoyulub, əlavə işıqlar avtomobildən qidalanır, yolda musiqiyə qulaq asacağam. Bəzən ola bilsin, eyni qaydada mən masaj funksiyasından istifadə edəcəm. Necə ki, mən Link & Co-da bunu hardasa test zamanı 3-4 dəfə mən ondan istifadə etdim. Və nəticələrə baxacağıq. İstehsalçı bu avtomobilin WLTC standartı üzrə 240 km tam elektrikli yol qət edə biləcəyini vəd edir. Onu da vurğulayım ki, bu avtomobilin batareya tutumu Link & Co 09 modelindən bir qədər fərqlənir. Hətta L7 modellərində Pro, Max və Ultra versiyalarında batareyanın tutumu fərqlidir. Sırf bu avtomobilin və 09 Link & Co avtomobilinin batareya tutumunu yazıram, oxuya bilərsiniz. Və baxacağıq son nəticə nə və necə olacaq. Link & Co 09 modelinin testi onu göstərdi ki, vəd edilən gediş məsafəsi və real əldə olunan gediş məsafəsi bir qədər fərqlidir. Maraqlıdır ki, L7-də fərqli olacaqmı və nə qədər fərqli olacaq? Bunu da biz günün sonunda sizinlə görəcəyik. Bu iki avtomobil hal-hazırda bazarda bir-birinə ən yaxın olan rəqib modellərdir. Və mən bu iki avtomobili daha detallı şəkildə bir-birinə müqayisə edirəm. Bunun videosunu da keçib kanalda baxa bilərsiniz. Həm dizayn cəhətlərini, həm yaşana biləcək problemlərdən danışıram. Şəxsən yaşadığım problemlərdən danışıram. Və ümumi olaraq, əgər siz bu iki avtomobil arasında bir seçim edirsinizsə, sizə məsləhət görərdim ki, keçib o videonu izləyəsiniz. Bəlkə sizə seçim etməkdə köməklik göstərə bilər. Hal-hazırda 15 km yol qət etmişəm artıq və ilkin göstəricilərə biz baxsaq, onu deyə bilərəm ki, bu avtomobil Link & Co 09 modelindən daha çox elektrik sərf edir. Amma ola bilsin ki, avtomobil gecə soyuqda olub və soyuq halda işə salınıb, o da sərfiyyata öz təsirini göstərə bilər və son nəticə fərqlənə bilər. Amma hələ ki gördüyüm sərfiyyatı sizinlə bölüşürəm. Şəhərdəyəm, Afiyəddin Cəlilovda bitməyən tıxacdayam və o da öz təsirini göstərəcək ümumi sərfiyyata. Amma hələ də gördüyüm və müşahidə etdiyim odur ki, bu avtomobil hələ ki Link & Co 09-dan daha çox enerji sərf edir. 35 kilometrdən biraz çox məsafə qət edilib. Göstəricilərə baxıram. Bu arada bugün mən həm də avtomobilin içindən bəhs etdiyim müqayisə videosu üçün avtomobilin idarə etmə xarakteristikaları, ümumi bəş etdiyi hisslər haqqında, idarə edəndə nələr hiss etdirir, necə davranır, o haqda da mən danışacağam. Amma onu mən həmin o müqayisə videosunda paylaşıram, orada baxa bilərsiniz. 50 kilometrdən çox məsafə qət etmişəm artıq. Onun yarısı demək olar ki, trasda yarısı şəhərdə tıxacların içində və hələ də deyə bilərəm ki, sərfiyyat Link & Co-dan daha çoxdur.
Link & Co-nun elektrikli məsafə testini edəndə izləyənlər görüblər, orada mən texniki bir problem yaşadım avtomobillə. Bu avtomobilin məndə olduğu müddətcə birinci texniki problemidir. Düzdür, başqa bir problemi də ortaya çıxıb, amma o daha çox zavod defektidir. Siz onu Link & Co və L7-nin müqayisə videosunda izləyə bilərsiniz. Orada mən ətraflı danışıram və necə ona rəsmi dealer reaksiya verib və işlər nə yerdədir, keçib izləyə bilərsiniz. Bu avtomobili idarə etdiyim bir həftəyə yaxın, hələ ki mən bir problem yaşamamışam, mənim rastıma gəlməyib, amma eyni modelə sahib olan dostlarımla mən əlaqə saxladım və onların fikirlərini, onların təcrübələrini soruşdum və bir neçəsi dedi ki, ekranla bəzi problemlər var, bəzən hansısa tətbiqlər açılmır ya da yeni tətbiqlər yazmaq mümkün olmur, ekran donur. Onu isə Azərbaycana ithal edən şirkət deyir ki, avtomobillər bura gəldikdə master accountun yazılması üçün bir növ jailbreak olunduqları üçün bəzən belə problemlər yaşanır və onu ithal edən şirkətin servisinə gətirsəniz, onlar yenidən proqramı yazıb bu problem həll olunur. Digər bir dostum isə deyib ki, avtomobilin qapıların tutacaqları ilə bir problem yaşayıb. O da necə problem? Səs eləyir, sırf sürücü qapısının qapı tutacağı açılanda biraz səs eləyir və bir neçə dəfə elə olub ki, avtomobil bağlanmayıb. Yəni avtomobili tərk edib, aralanıb, düşünüb ki, avtomobil bağlanıb, amma gələndə görüb ki, yox, avtomobil bağlanmır və bu bir neçə dəfə yaşanıb, belə problemlər də yaşanıb. Amma belə hansısa ciddi problemlər bu avtomobillə bağlı mən eşitməmişəm. Link & Co ilə rastlaşdığım kimi hansısa bir zavod defekti haqqında hələ ki mən eşitməmişəm. Amma yenə də mənim sizə məsləhətim odur ki, istənilən avtomobili aldıqdan öncə seçim edərkən onu siz yaxşıca incələyin. İcmallara baxın, forumları oxuyun, ola biləcək, yaşana biləcək problemlər haqqında oxuyun. Əgər dostlarınızda, tanışlarınızda maraqlandığınız avtomobildən varsa, onlardan maraqlanın və sonra seçiminizi edin. Çünki avtomobil ucuz bir şey deyil, yəni telefon deyil, alasınız və problem yaşansa və ya bəyənməsəz, asanlıqla onu siz dəyişə bilərsiniz. Bahalı bir əşyadır və onun alışına məncə məsuliyyətlə yanaşmaq doğru olar. Şəhərdən çıxdım, yenə trassdayam, gün ərzində 75 kilometrə yaxın yol qət etmişəm və qalıq enerji rezervimiz 60%-dir. Bunu da mən sona kimi sürüb, sıfıra çatdırıb sizə son kilometraj nədirsə, onu mən sizə göstərəcəm. Bir də sizə elektrikli avtomobillərdə mövcud olan regenerasiya sistemindən danışmaq istəyirəm. Regenerasiya sistemi nədir? Əgər siz öz avtomobilinizdə onu yuxarı səviyyəyə qoşsanız, o zaman siz ayağınızı qaz pedalından götürəndə avtomobil özü dayanmağa başlayır və çox hallarda heç əyləc pedalına basmağa ehtiyac duyulmur. Və bu zaman əmələ gələn əlavə enerji sizin batareyanızı artırır. Mənim sizə məsləhətim odur ki, əgər siz trassdasınızsa, ondan istifadə etməyin. Əgər mümkünsə, ümumiyyətlə onu söndürün. Mümkün deyilsə, ən aşağı səviyyəyə onu salın. Səbəbini belə izah edim. Elektrikli avtomobillərdə ən çox enerji o zaman sərf olunur ki, siz sürət yığanda. Yəni, siz trassda olanda və sürəti aşağı salanda o sürəti yenidən yığmaq üçün daha çox enerji sərf olunur. Və trassda əgər siz hansısa virajda, hansısa döngədə, çox aşağı bir döngədə ayağınızı qaz pedalından götürəndə o istədiyinizdən daha da çox yavaşlayır və siz yenidən yığdığınız sürəti yığmaq üçün daha çox enerji sərf edirsiniz. O hallarda regenerasiya sistemi
sizə qazandırdığından daha çox sizdən enerji alır. Şəhərdə tıxaclarda isə regenerasiya sistemi yaxşıdır, çünki orada siz daha çox yavaşlayırsınız, daha çox əyləc pedalına ehtiyac duyulur və siz o əyləc pedalından istifadə etmirsiniz, yalnız qaz pedalını azaldıb çoxalmaqla avtomobilinizi idarə edirsiniz. Nəticədə traslarda regenerasiya sistemi sizdən daha çox alır, nəinki verir. Şəhərdə tıxaclarda isə o sizə o istədiyiniz əlavə enerjini qazandırır. Ona görə sizə belə balaca bir məsləhət. Elektrikli avtomobil seçimini edərkən bir çox insan eyni səhvə yol verir və düşünürlər ki, avtomobilin batareya həcmi nə qədər böyükdürsə, onlar bu avtomobillə bir o qədər çox məsafə qət edə biləcəklər tam şarjla, amma bu elə deyil. Siz iki fərqli avtomobili, amma hansı ki eyni batareya həcminə malikdirlər, tam fərqli məsafələrə sürə bilərsiniz. Çünki əsas odur ki, necə ki benzin mühərriklərində biz buna diqqət veririk, əsas odur ki, avtomobilin sərfiyyatı nə qədərdir. Bu da bir çox şeydən asılıdır, bu aerodinamikadan asılıdır, bu avtomobilin çəkisindən asılıdır, bu avtomobilin ölçülərindən asılıdır, bu təkərlərinizdən asılıdır və s. Və elektrikli avtomobillərdə də eynidir. Siz gərək avtomobilin ümumi batareya həcminə yox, onun sərfiyyətinə diqqət yetirəsiniz və seçiminizi ona görə edəsiniz. Amma avtomobillərin sərfiyyatını da siz dəyərləndirərkən gərək bu iki faktora diqqət yetirəsiniz ki, bu avtomobillər iki standart üzrə ölçülür. Biri WLTC, digəri isə CLTC. Bunları mən ilk videoda danışmışdım, istəyirəm bir daha təkrarlayım izləməyənlər üçün. WLTC Avropa və Amerika bazarı üçün tətbiq olunan standartdır. CLTC isə Çin üçün tətbiq olunan standartdır və adətən CLTC daha çox, daha doğrusu böyük məsafələr vəd edir, nəinki WLTC. Mən çalışıram avtomobilləri WLTC göstəricilərinə və standartlarına görə test edin və müqayisə edin reallıqla. Sizə də onu məsləhət görürəm, çünki WLTC reallığa daha doğrudur. Və hətta onu da sizə bildirim ki, mən öz avtomobilimi, Lynk & Co avtomobilini 2 dəfə testdən keçirmişəm və hər iki nəticə fərqli olub. Fərq o qədər də böyük deyildi, amma nəticədə o da bir fərqdir və onu da siz izləyə bilərsiniz mənim ikinci vloqumda səhifədə. Bu da hava şəraitindən asılıdır. Çünki dəyişən tək bir göstərici hava şəraiti idi. Lynk & Co-nu mən ikinci dəfə test edəndə birinci dəfə ilə olduqca böyük bir fərq var idi. Daha isti idi hava, külək yox idi və o öz təsirini göstərdi və başqa bir nəticə göstərdi. O nəticəni də siz keçib ikinci vloqumda izləyə bilərsiniz. Həm birinci testin, həm ikinci vloqun linklərini mən bu videonun altında yerləşdirəcəm, keçib izləyə bilərsiniz. Mən yenə şəhərə qayıtmalı oldum və bu o deməkdir ki, mən artıq böyük bir məsafə qət etmişəm bugün gün ərzində və onu deyə bilərəm ki, göstəricilər heç də gözlədiyim qədər deyil, amma onu mən ən sonda sizə göstərəcəm, çünki hələ də enerjimiz qalıb və mən onu da istifadə etməliyəm və tam nəticə nədir, mən onu sizinlə paylaşmalıyam. Amma indidən deyirəm ki, heç gözlədiyim qədər deyil və niyəsini də sonda sizinlə bölüşəcəyəm. Evə qayıdıram, avtomobilin enerji ehtiyatı olduqca az qalıb və mənə maraqlıdır ki, generator qoşulmadan mən evə çata biləcəm. Və bəli, baxmayaraq ki, bu avtomobildə 1.5 həcmdə turbo mühərrik var. Bu mühərrik yalnız generator rolunu oynayır. Bu haqda mən ilk videoda da bəhs etmişdim. Generator nə deməkdir? Yəni, bu mühərrik yalnız sizin enerji ehtiyatınızı artırmaq üçün işləyir. Heç bir halda avtomobilin gedişinə təsir
etmir. 15% şarjım qalıb və generator artıq işə salınıb. Link & Co-dan fərqli olaraq bu avtomobil imkan vermir ki, şarj sıfıra ensin. 15%-də artıq generatoru işə salır məcbur olaraq. Və mən artıq hesablamanı saxlayıb aparacağam və sizə avtomobilin sərfiyyatını bildirəcəm və 85% şarjla qət etdiyi məsafəni bildirəcəm və onunla biz artıq təxmini hesablaya biləcəyik ki, tam şarjla bu avtomobil nə qədər yol qət edə bilərdi. Və onu deyə bilərəm ki, bu avtomobildə gücün azalmasını mən hardasa artıq 50%-in altını düşəndən sonra hiss etdim. Link & Co-da isə bu bir o qədər çox hiss olunmur və hardasa 10%-dən aşağı düşəndə biraz özünü bildirir, amma motor işə düşəndə o tamamilə hiss olunmur və siz 554 at gücünün hamısını hiss edirsiniz. Burada isə generatorun işə salınmağına baxmayaraq yenə də güc itkisini mən hiss edirəm. Bu da paralel hibridlərin bəlkə mənfi cəhədidir və bu yalnız Li Autoda deyil, düşünürəm ki, bütün paralel hibrid olan avtomobillərdə mövcuddur. Elektrikli məsafə testi artıq yekunlaşdı və 85% enerji ilə biz 128 km yol qət edə bildik. Bu da o deməkdir ki, bu avtomobilin enerji sərfiyyatı 100 km hardasa təxminən 35 kWh-dadır. Link & Co ilə müqayisə etsək, bu göstərici daha çoxdur. Və əgər biz öncəki mənim testimlə onu müqayisə etsək, mən bugün bu avtomobili daha qənaətçil bir şəkildə idarə etmişəm. Nəinki ilk testimdə Link & Co-nu. Bir də hava şəraitləri bugün günün ikinci yarısında daha yaxşı idi. Avtomobil üçün, elektrikli avtomobil üçün daha uyğun idi. Külək daha az idi. Havanın temperaturu daha yüksək idi və günəş də çıxmışdı. Bu da elektrikli avtomobillərin sərfiyyatına müsbət olaraq təsir edir. Mən ikinci vloqumda siz baxsanız, ikinci dəfə avtomobili test edəndə, Link & Co-nu test edəndə orada göstəricilər tamam başqa idi. Çünki orada da hava şəraitləri fərqli idi ilk testdən və mənə elə gəlir ki, bugün L7-ni test etdiyim şərait Link & Co-nu ikinci dəfə test etdiyim şəraitə daha yaxındır. Ona görə müqayisəni mən onunla aparardım. Amma sizə tövsiyə edirəm ki, siz hər iki testə baxasınız və görəsiniz ki, hava şəraitləri necə sərfiyyata təsir edir. Bugünlük bu qədər. Fikirləriniz maraqlıdır. Kanala abunə olun, şərh yazın və sizə növbəti hansı avtomobil maraqlı olar, onu da bildirin, onu da test edək.